Bu təklifə görə hamı cərimə olunacaq. Cəriməsiz adam qalmayacaq. Deməli ki, maşın sürən, sürməyən, yeriyən, oturan, uzanan, nəfəs alan, görən, eşidən cərimə olacaqlar. Vətəndaş mövqeyində Rayət İmam Əliyev. Parni iz Baku teatrının bu səhnəsi düz 9 il bundan əvvəl 2017-ci ildə olub. O vaxt Cərimə adlı bu səhnəciyə şaqqanaq çəkərək çox gülürdük. Allah uzaq eləsin deyirdik. O vaxt qorxduğumuz, ağlımıza gəlməyən bugün başımıza gəlir. Artıq bu səhnəcik bugün gülüş doğurmur. Çünki orada lağlağı etdiyimiz qanun təşriflərinin çoxu bugün artıq reallığa çevrilib. Üzümü Azərbaycanda bəzi hüquqşünaslara, bu qanun təşriflərini verən aidiyyatı qurumlara bir daha tuturam. Qanun təşrifi verirsiniz, metroda əyri oturana, qılçalarını aralayanlara cərimə, ər arvadına sevmirəm desə inzibati məsuliyyət, itə təpik vursan cərimə, müəllim şagirdə qışqırsa 200 manat cərimə. Belə boş-boş, mənasız təşriflərinizdən vaz keçin. Azərbaycanda o qədər qəbul olunması mühüm qanunlar var ki, xəyanət haqda qanun təşrifi verin ki, ailəli 50 yaşlı kişinin cavan bir qızı qaçırıb özünə ikinci arvad etmək istəyi baş tutmasın. Xəyanət haqda qanun qəbul edin ki, arvad ərini və 2 uşağını evdə buraxıb qonşu oğlana qoşulub Bakıya qaçmasın. Qanun təşrifi verin ki, saxta bəy gəlin xidməti dərəduzluq maddəsi hesab edilib cəzalandırılsın. Əmlak haqqında, əmlak hədiyyəsi haqqında qanununuza düzəliş edin. Arvad ərinin başını bişirib evin özünə hədiyyə etdirir, sonra gedib özü boşanma ərizəsi verir. Hədiyyə də toxunulmaz olduğu üçün illərlə əlinin qabarı gedən, əziyyət çəkən, dişi dırnağı ilə əlləşib ev alan kişinin əlinə heç nə keçmir, qalır küçələrdə. Belə fırıldaqçılığa qarşı qanun qəbul edin. Gecə saat 3-də fahişə pul müqabilində otelə gedir. Əlavə müştəridən pul edir, ala bilmir. Başlayır şantaj etməyə. Qaçır şikayətə ki, mənə təcavüz olundu. Gecə saat 3-də yad kişi ilə oteldə qalan fahişəyə təcavüz olarmı? Bax, belə halların qarşısına alan qanun təşrifləri verin. Mənasız təşriflər yox.